Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndiri üzrə ekspert Elnay Rəhimov, Tambovski. Peşmançılıq nədir? Peşmançılıq bir zaman maşınıdır, hansı ki, yalnız və yalnız bir istiqamətdə hərəkət edir. O da keçmişdir. Qısa müddətli peşmançılıq bir ağrıdır və bizə empatik insan olduğumuzu göstərir. Və ondan sonra insan rasional şəkildə düşünərək keçmişi analiz edir, harda səhv etdiyinə baxır və gələcəkdə onların təkrarlanmaması üçün addımlar atır. Lakin peşmançılığın uzun müddət davam etməsi bu artıq həqiqi ağrı deyil, əzab çəkməyi seçməkdir. Əgər uzun müddətli peşmançılıq çəkən birini siz bu peşmançılıq yarasından azad etmək istəyirsinizsə, siz öz üzərinizə böyük yük götürürsünüz. İstər bir sevgilisi onu atıb uzun müddət onun peşmançılığını çəkən və yaxud da biznesini batırmış və uzun müddət onun peşmançılığını çəkən insandan söhbət getsin. Fərqi yoxdur. Siz üzərinizə böyük bir yük götürürsünüz. Çünki peşmançılıq artıq onun şəxsiyyəti olubdur. O artıq onu özü ilə eyniləşdiribdir. Və bu peşmançılıq olmadan o heç kimdir. Bir insan şəxsiyyətini itirsə, bu ona daha ağır başa gələcək. Çünki oradakı boşluğun da dolması lazımdır. Peşmançılıq çəkən insan, yəni bu onu ön fərziyyə ilə irəli sürür ki, bu insan yaxşı insandır. Və şuur altındakı düşüncə belədir. Əgər mən peşman olmasam, o zaman mən kiməm? Əgər mən peşman olmasam, o zaman mən necə yaxşı insan ola bilərəm? Bir sözlə uzun müddətli peşmançılıq səhvlərin analizi deyildir. Gələcəyi dəyişdirmək hələ heç deyildir. Və onun gətirdiyi iki acınacaqlı sonluq var. Birincisi, hərəkətsizliyi seçmək. Ümumiyyətlə, səhv etməkdən qorxmaq. Bu şəkildə olanda, ümumiyyətlə, heç bir həyat onu gözləmir. İkincisi, dəfələrlə eyni səhvləri təkrarlamaq. Çünki uzun müddətli peşmançılıq bir illüziyadır. Hansı ki, sanki sən yenidən keçmişə qayıdıb, güya onu dəyişdirə bilərsən. Kaş ki, belə olaydı. Əgər belə olmasaydı, elə olardı. Əgər belə olsaydı, inan başqa cür olardı. Və yaxud da bu olmamalıydı kimi düşüncələr bu peşmançılığı bəsləmək üçün güclü bir enerji sərfiyatıdır. Hansı ki, indiki zamanda real problemləri həll etməyə və gələcəyi qurmağa əngəl törədir. Diqqətinizə görə minnətdaram. Sağ olun.